Salam, növbəti dərsimiz Azərbaycan SSR 1920-30-cu illərdədir. Ötən dərsimiz Azərbaycan SSR-nin 1920-30-cu illərlə bağlı birinci dərsimiz idi. Yəni, orada Azərbaycan SSR-nin yaradılması və ondan sonraki dövrlər. Bu dövrdə isə 20-30-cu illərlə bağlı ikinci dərsimiz olacaqdır. İlk öncə başlayırıq DQMV-nin, yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması. Ötən dərsdə qeyd etdiyim ki, 1920-ci ilin avqustunda Azərbaycanın Ermənistana Şərur Dərəliyəz bölgəsi verilən zaman 3 ərazisi də mübahisəli elan olunmuşdur. Bunlar Dağlıq Qarabağ bölgəsi, Naxçıvan və Zəngəzur idi. Zəngəzur da 20-ci illərin sonunda tamamilə Ermənistana verilmiş oldu. Dağlıq Qarabağla ilk qərar 1921-ci ilin 4 iyulunda verildi. Bu qərara görə Dağlıq Qarabağ mərkəzi Şuşa olmaqla Ermənistanın tərkibinə qatılmalıdır. Lakin Azərbaycan tərəfinin etiraz nəticəsində bir gün sonra, yəni 1921-ci ilin 5 iyulunda bu qərar dəyişildi. Mərkəzi Şuşa olan Dağlıq Qarabağ Azərbaycan tərkibinə qatıldı. Lakin 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayəti, yəni DQMV yaradıldı. DQMV-nin mərkəzi Xankəndi olduğu, ermənilər Xankəndinin adını dəyişdirərək Stepanakert qoydular. Azərbaycan Sovetlərinin qətiyyətsizliyi, həmçinin də SSR-nin ermənipərəst mövqeyi nəticəsində Azərbaycanın tərkibində ikinci bir hakimiyyət qurulmuş oldu. Yəni Dağlıq Qarabağ Muxtar Vilayəti. Və bunun da nəticəsində ermənilərin Dağlıq Qarabağın olan ərazi iddiaları artdı və 30 il davam edən müasir günümüzdə olan Qarabağ münaqişəsinin təməli qoyulmuş oldu. 1923-cü ilin iyulunda DQMV-nin yaradılması ilə. Anında biz nəzərə alaq ki, Dağlıq Qarabağda bundan əvvəl nə vaxt hakimiyyət orqanı yaradılmışdı? Bu AXC dövründə idi. 1919-cu ilin yanvarında Qarabağ General Qubernatorluğu. Daha sonra gəlirik Naxçıvan yeni hakimiyyət orqanı, yəni Naxçıvan MSSR-nin Muxtar Sovet Sosialist Respublikasının yaradılması. İlk öncə qeyd edirəm ki, 1920-ci ilin iyul ayında həm Türk, həm də Sovet ordusu Naxçıvana daxil oldu. 1920-ci ilin avqustunda bunlar arasında Moskva müqaviləsi imzalanır. Sovet-Türk müqaviləsi. Müqavilənin şərtinə görə hər iki tərəf Naxçıvanda ordusunu saxlanır. 1921-ci ilin martında yenidən bir Moskva müqaviləsi. Bu Moskva müqaviləsi çox önəmlidir. Sovet-Türk arasında olur. Müqavilənin şərtinə görə Naxçıvan Azərbaycan tərkibində saxlanılır. 2. Azərbaycan Naxçıvanda üçüncü bir ölkəyə Ermənistanın güzəştə etməməlidir. Və bununla da ermənilərin Naxçıvandakı separatçılığı məhv olmuş olur. Moskva müqaviləsini təsdiq və təsbit edən müqavilə 1921-ci ilin oktyabrında Qars müqaviləsi olur. Sovet-Türk müqaviləsi. Buna görə Naxçıvanın Azərbaycan tərkibində qalması təsdiqlənir və təsbitlənir və Naxçıvanın dəqiq əraziləri, sərhədləri müəyyənləşir. Həm Moskva həm də Qars müqaviləsinin oxşarlığı eyni ildə imzalanıb. 1921-ci ildə eyni tərəflər Sovet-Türk arasında olub və hər ikisində Naxçıvan Azərbaycan tərkibinə qatılır, saxlanılır və həmçinin müasir günümüzdə Türkiyə, Azərbaycan və Ermənistan arasında Naxçıvan məsələsini tənzimləyən yeganə müqavilədir. 1924-cü ilin fevralında isə Naxçıvan MSSR yaradılır. Yəni Naxçıvanda yeni bir hakimiyyət orqanı yaradılır 1924-cü ildə. Naxçıvanda bundan əvvəl isə yaradılan hakimiyyət orqanları 1918-ci ilin noyabrında AXC dövründə Aras Türk Respublikası ATR və 1919-cu ilin fevralında isə Naxçıvan General Qubernatorluğudur. İndi isə növbəti başlığımız Sovetlərin iqtisadi tədbirləri. 1920-ci illərdə Sovetlər Azərbaycanda 2 iqtisadi tədbir keçirir. Bunlardan birincisi hərbi kommunizm, digəri isə YIS, yəni yeni iqtisadi siyasətdir. Hərbi kommunizmi qeyd etməliyəm ki, Sovetlər birinci mərkəzi Rusiyada özlərində keçirmişlər 1918-20-ci ildə Rus vətəndaş müharibəsinin gedişatında. Hərbi kommunizm nədir? Hərbi kommunizm illərində əhalidən ərzaq sapalağı adlı vergi yığılırdı. Hərbi kommunizm 1920-ci ilin yayında başlanıldı. Taxılın satışı qadağan olundu. Taxıl dövlət tərəfindən müsadirəyə alındı. Belə ki, əhalinin ərzində ərzaq sapalağı vergisinə görə əhalinin əlində yalnız az toxumluq taxıl saxlanır. Qalan çox hissəsi isə dövlət tərəfindən müsadirə olunur. Hərbi kommunizm nəticəsi 1. Kəndlər qarət olundu. 2. Kəndlər talan edildi. 3. Kənddə çörək qıtlığı, taxıl qıtlığı yarandı. Bu da qaçaqçılığa və üsyanlara gətirib çıxarmış oldu. Hərbi kommunizm nəticələri. Yəni hərbi kommunizm hər şeyin pisidir. Yəni iqtisadiyyatın, kənd təsərrüfatının sıradan çıxmasıdır. Həmçinin kəndlinin öz əməyinə marağının azalmasıdır.
Daha sonra növbəti iqtisadi tədbir YİS, yeni iqtisadi siyasət 1921-1925-ci illərdə. 1921-ci ildə ərzaq sapalağının ləğvi və kəmal vergisindən keçidlə YİS-ə belə deyək, keçmək üçün ilk addım atıldı. YİS-ə keçid tam baş çatdı 1922-ci ildə. Kəmal vergisindən ərzaq vergisinə. Ərzaq vergisi könüllü idi. Belə ki, YİS illərində ərzaq vergisinə görə əhali müəyyən az miqdarda dövlətə taxıl vergisi verir, ərzaq vergisi, qalanını özünə saxlayır. YİS nə oldu? YİS inkişafdır. Həm kənd təsərrüfatının, həm digər sahələrin. YİS illərində nə oldu? İlk öncə başlayaq neft sənayesində. YİS illərində neft hasilatı artdı. Bakıda yeni neft quyuları qazıldı. Neft mədənləri elektrikləşdirildi. Bakı buxtası quruduldu. Azərbaycan neft komitəsi olan Azneft xaricdən avadanlıq aldı. Ümumiyyətlə, YİS illərində dövlət yalnız xarici ticarətə qarşıdır, lakin daxildə heç bir şeyə müdaxilə etmirdi. Yəni, bir növ ticarət azadlığı idi YİS. YİS dövründə neft hasilatı dediyim ki, 60 oldu. YİS dövründə kənd təsərrüfatı nə oldu? Kəndin əməyə olan marağı artdı. Belə ki, kəndli istədiyi ki, bazarın məhsulu çıxarıb sata bilirdi. Kəndlər inkişaf etdi. Böhran aradan qalxdı. Hərbi kommunizmdəki olan böhran tam aradan qalxdı. Kənddə yeni kənd varlığı olan qolçomaqlar sayı artdı. YİS illərində həmçinin əvvəlki sahibkarlardan müsadirə olan fabrik və zavodlar öz yerlərinə qaytarıldı. Əgər sual olarsa ki, Azərbaycan kəndində yeni kənd varlıları olan qolçomaqlar təbəqəsinə vaxt yaradıldı. Bu 1870-ci il 14 may kəndli islahatından sonra, lakin YİS illərində isə artdı bundan sayı. YİS-in digər sahələr nəticəsi. YİS illərində belə ki, özəl müəssisələr sayı çoxaldı, kredit müəssisələri, həmçinin özümaləşdirmə, belə deyək, idarə sistemi formalaşmış oldu və bu da özəl sahibkarlığın artmasına səbəb oldu. Sovetlərin növbəti islahat proqramı sosialist yenidən qurmaları olub. Sosialist yenidən qurmalarına nələr daxildir? Sənayeləşdirmə, kollektivləşdirmə, daha sonra burada var repressiyalar, mədəni quruculuq və sonunda isə bütün bu sosialist yenidən qurmaların sonunda totalitar cəmiyyət, Stalin sərt diktatura, tək hakimiyyətlik, tək partiyalıq qurmuş olur. İlk islahat proqramı, belə deyək, sosialist yenidən qurmalarının sənayeləşdirmədir. 1925-ci ildə sənayeləşdirməyə ilk addım atılır. 25-dən 29-a sənayeləşdirmə adlanır. Sənayeləşdirmə nədir? Əgər YİS kənd təsərrüfatının və iqtisadiyyatının inkişafıdırsa, sənayeləşdirmə bunun əksidir. Belə ki, sənayeləşdirmədə iki sahəyə önəm verilirdi. Məqsəd, ümumiyyətlə, bütün bu islahatları SSR birinci, yenə deyirəm, Mərkəzi Rusiyada qeyd etmişdir, keçirmişdir. Sənayeləşdirmədə məqsəd ölkələri aqrar ölkədən aqrar sənaye və yaxud da sənayeyə çevirmək idi. Rusiyada əsasən ağır sənayeyə önəm verilirdi. Bizdə isə neft və elektrik sənayesinə. Sənayeləşdirmədə Azərbaycanda dedim ki, neft və elektrik sənayesinə önəm verilir. Neftdə nə oldu? Yenə YİS illərində olduğu kimi inkişaf oldu. Yenidən qurğular, yeni neft mədənləri qazıldı, yenidən mədənlər elektrikləşdirildi, neft hasilatı artdı. Sənayeləşdirmə illərində Azərbaycanın sənaye həcminə görə Gəncə ikinci şəhərinə çevrildi. Sənayeləşdirmə illərində Azərbaycana Rus dilli əhalinin sayı artdı, xüsusilə Bakı şəhərində. Sənayeləşdirmə illərində ümumiyyətlə mülkiyyətsizlik cəmiyyət formalaşdı. Belə ki, sənayeləşdirmə illərində üzr istəyirəm, bazar münasibətləri tam ləğv olundu. Bazar münasibətləri sənayeləşdirmə illərində sıradan çıxarıldı. Həmçinin sənayeləşdirmə illərində işsizlik aradan qalxdı. Sənayeləşdirmə illərində SSR dünyada ikinci böyük sənaye dövlətinə çevrildi. Yalnız artıq 20-30-cu illərdə ABŞ-dən qeyri qalırdı. Çünki işsizliyi aradan götürdü sənayeləşdirmələrində. Sənayeləşdirmələrində qeyd etməliyik ki, Bakı və Tovuzda yeni sement zavodları, həmçinin Gədəbəydə isə mis zavodları yaradılmış oldu. Sənayeləşdirmələrində 1937-ci ildə Bakı ilə Moskva arasında müntəzəm hava uçuşları başladı. 1940-cı ildə isə Bakı-Mincivan dəmir yolu təmir olundu. Növbəti islahat proqramı kollektivləşdirmədir. 1929-da başlayıb 30-cu ilin ortalarına qədər davam etmişdir. Kollektivləşdirmə nədir? Biz dedik ki, sənayeləşdirmədə bazar münasibətləri ləğv olundu, işsizlik tam aradan qaldırıldı, Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrildi. Kollektivləşdirmədə isə artıq əhalinin fərdi təsərrüfatı sıradan çıxarılırdı. Yəni, tam mülkiyyətsizlik hüququ cəmiyyəti formalaşdırıldı. Kollektivləşdirmə 1929-cu ildə başladı.
taxıl və ərzaq məhsullarının satışı qadağan olundu. 29-da kartoçka sistemi başlandı. Artıq çörək satışı ləğv olunduğu üçün çörəyi dövlət müəyyənləşdirirdi ki, hansı ailəyə nə qədər çörək verilməlidir. Buna deyilir kartoçka. Kartoçka verirdin, çörəyini alırdın dövlətdən. 1929-da kartoçka sistemi başlayan kimi 20-ci ilin sonu, 30-cu ilin əvvəlində kənddə çörək böhranları gətirib çıxartdı artıq. Çünki məlum məsələ, bu mümkün olan bir şey deyildi. Kəndinin özəl təsərrüfatı və heyvanları müsadirə olunurdu dövlət tərəfindən. Həmçinin torpaqları da, həyətyanı torpağı da. Bunlar hamısı birləşirdi. Kəndin mərkəzində kolxoz və savxozlarda bir komplekslər idi. Artıq bütün kənddə var dövlətin əlində cəmləşirdi. Kollektivləşdirmə illərində həmçinin 1932-də pasport sistemi tətbiq olundu. Pasport sistemi demək təhkimçinin bərpasıdır. Yəni pasport şəhər əhalisinə verilir. Kənddə olan əhaliyə verilmir. Nəticədə pasport olmayanlar kənddən şəhərə gedə bilmir. Bu da urbanizasiyanın pozulması deməkdir ki, kəndlə şəhər arasında gediş-gəliş məhdudlaşdırılır. Bu növbətdə əsləmizə qeyd edəcək ki, 1959-cu ildə Xruşov bu kəndlərdə pasport verməsindən sonra kəndlə şəhər arasında gediş-gəliş artmışdır. Kollektivləşdirmə illərində qeyd etməliyik ki, nəticədə dövlət, SSR hakimiyyəti kəndləri ucuz istismar etməyə öyrəndi ellikdə. Kəndli hüquqsuz bir şəxsiyyətə çevrildi kollektivləşdirmə illərində. Həmçinin bütün kənddəki var dövlətin əlində cəmləşdirildi ki, bu da təbii ki, dövlətin kəndləri istismar etməyin nəticəsində baş verdi. Daha sonra gəlirik nəyə? Kollektivləşdirməyə qarşı xalq hərəkatı. Əhali üsyana qalxır. 1930-cu ildə və 30-cu ilin əvvəllərində. Bunlar Şəmkir, Nuxa, Zaqatala, Naxçıvan, Cəbrayıl. İlk 3 üsyan ki var, 1920-ci ildə də olmuşdu Sovetlərə qarşı. Şəmkir, Nuxa, Zaqatala. Burada Naxçıvanda Sovet hakimiyyəti devrilmişdir. Ötən dəstə qeyd etdik ki, 1920-ci ildə isə Qarabağda Sovet hakimiyyəti devrilmişdir xalq hərəkatı zamanı. Lakin 20-ci ildə olduğu kimi bunlar da yatırıldı. Kollektivləşdirməyə qarşı olan üsyanlar. Növbəti sosialist yeniyqurmalar planı repressiyalardır. 1934-də. Ədəbiyyatda da bu abituriyentlərə aşılanır ki, repressiyaların məqsədi o idi ki, xalqı itaətkar aləta çevirmək, xalqda xof, qorxu, yəni əhalini qorxun idarə etmək lazım idi. Repressiyalar ilk öncə 1934-dən başlayır. Stalinin yaxın dostu Kirovun öldürülməsi ilə. Repressiyanın ən pik nöqtəsi, qırmızı terror deyilən hadisə 1936-37-də olur. Azərbaycanda da minlərlə ədiblərimiz, ziyalılarımız məhv olunur. Repressiyaların nəticəsində gedişatında isə 1936-cı ildə ötən dəstə qeyd etdiyim kimi SSR-nin ikinci konstitusiyası qəbul olunur. Bunun adı qalib gəlmiş sosializm konstitusiyası və yaxud da ki Stalin konstitusiyası adlandırılır. Buna görə istismarçı təbəqələr ləğv olunur. Hakimiyyətin kəndlilərə belə deyək, məxsus olduğu bir daha bildirilir. Həmçinin ZSSR ləğv olunur. Azərbaycan birbaşa Moskvaya tabe edilir. Həmçinin repressiyalarında Azərbaycan SSR-nin də ikinci konstitusiyası qəbul olunur. 1937-də. Bunu da ötən dəstə demişəm ki, burada türk dili, Azərbaycan dili qeyd olunur. Türk xalqı isə Azərbaycan xalqı kimi qeyd olunur və bu da təbii ki, Azərbaycançılığın inkişafına gətirib çıxarır. Həmçinin 1937 Azərbaycan SSR-nin ikinci konstitusiyasında Azmik 1921-ci ilin mayında Azərbaycan SSR-nin birinci konstitusiyasında yaradılan Azmik Azərbaycan Mərkəzi İcra Komitəsi ləğv olunur. Onun yerinə Azərbaycan Sovetlər yaradılır, Sovetlər qurultayı. Bu da qanunverici orqanadır təbii ki. Daha sonra isə Sovetlərin növbəti addımı, yəni sosialist yeniyqurmalar mədəni quruculuqdur. Mədəni quruculuğun iki məqsədi var. 1. Savadlı kadr yetişdirmək. 2. Sovetlərə, SSR-yə sadiq gənclər yetişdirmək lazım idi. Başlayaq burada 1920-ci ildə konservatoriya yaradılır Üzeyir Hacıbəylinin başçılığı ilə. 1922-ci ildə Türk Əlifba Komissiyası, həmçinin 1922-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Musiqi Məktəbi yaradılır Azərbaycanda. 1923-də 3 hadisə olur. Savadsızlıqla Mübarizə Komitəsi, Azərbaycanı öyrənən cəmiyyət və Azərbaycan Arxeologiya Cəmiyyəti. 1926-da 3 hadisə olur. Türkoloji qurultay çağırılır. Məqsəd Türk, belə deyək, yeni əlifba qəbul olunması üçün idi. Həmçinin 26-da kinostudiya və radiostansiya yaradılır. 29-da isə Latın əlifbasına keçid, həmçinin AZDT, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu formalaşır. 35-də SSR Elmlər Akademiyasının Azərbaycan filialı, 1937-ci ildə Üzeyir Hacıbəylinin məşhur Koroğlu operası ərsəyə gəlir. 1939-cu ildə fərman verilir ki, artıq Azərbaycanda
Kiril Rus əlifbasına keçilsin. 40-cı ilin yanvarında bu tam tətbiq olunur. Təbii ki, bu da SSR-ni Stalinin bilərəkdən tariximizlə, keçmişimizlə olan bağımızı məhv etməkdir və istədikləri kimi tarixi saxtalaşdırmalı idilər. Və bunun sonunda isə artıq 30-cu ilin ortaları, 30-cu ilin ikinci yarısında SSR-də sərt totalitar cəmiyyət qurur Stalin. Təkpartiyalıq formalaşır və şəxsiyyətə pərəstiş artmış olur.